Əziz insanlar, təşəkkür yükü deyilən bir şey var. Təşəkkür etmək nə deməkdir? Yəni, mən bəzən pasientlərə tövsiyə edirəm, terapiya kimi ki, dayanın, aynanın qabağında deyin ki, heç kimin mənə borcu yoxdur. İnsan elə bilir ki, borcu var. İnsan elə bilir ki, bütün dünya buna borcludur. Yəni, ifadə olaraq bunu işlətmir, söz olaraq. Amma davranış olaraq elə eləyir ki, elə bilir ki, dünyanın buna borcu var. Təşəkkür nə deməkdir? Təşəkkür mədəniyyəti o deməkdir ki, sənə kimsəninsə borcu yoxdur, o sənə lütf edir, o sənə məhəbbət edir. Valideyn-övlad münasibətlərində də bu vacibdir. Əziz insanlar, təşəkkür yükü deyilən bir şey var. Bəzən insanın həyatını təşəkkür yükü məhv eləyər. Yəni, yığılmış təşəkkürlər, o minnətdarlıqlar ki, sən etməliydin və etməmisən, ən xırda bir təşəkkür nümunəsidir. Tutalım, siz yolla gedirsiniz, sürücüsünüz və bir maşına yol verirsiniz. Çətin bir vəziyyətdə idi, siz öz növbənizi yol verirsiniz ki, o ki, sizdən keçsin qabağa. Və o keçir qabağa. Burada nə gözləyirik biz? Orada bir təşəkkür eləməlidir. Tutalım, bir nəfərə yol verirsiniz, o keçir qabağa və işıq yandırmır. Bu adama çox pis təsir edir. Adama pis təsir edir ki, bu nə deməkdir? Sən niyə təşəkkür eləmədin ki, sən belə deyək də, dədəvə borcluydum. Siz təsəvvür eləyin, bu xırda məqamdadır da, nə qədər bizə olunan xidmətlər var və biz bunların təşəkkürünü eləmirik. O işıqları yandırmırıq, arxa işıqları. Ona görə təşəkkür yükü bəzən üstündən keçməyin. Mübarək ayda da mənim xahişim budur ki, burada çox səmimi dinləyin. Çox səmimi olaraq bunu dinləyin ki, anlayaq ki, məsələ nədən ibarət. Təşəkkür yükü insanı məhv eləyər.